həyat bizi o qədər sıxır, yaşayış bizi o qədər sıxır, problemlər bəzən o qədər bizə üz gətirir ki, biz təslim və razı olmaqda çətinlik çəkirik. Təslim nədir? İslam yəni təslim. Sən təslim oldun. Nədə təslim oldun? Hər şeydə. Allahın bütün qanunlarında təslim ol. Bəzən təslim oluram, bəzən təslim ola bilmirəm. Bəzən isə təslimimdə cilayəm və şikayətim var. Təslim olmuşam, amma təslimim içi minnətdən doludur. Nə cür təslimdir? Minnətli təslim kimə lazımdır? Minnətli yaxşılıq kimə lazımdır? Bəzən insan namaz qılır, Allaha bəndə olmağa çalışır, təslim olub da namaza. Amma 1000 dənə sözü var. Mən namaz qılıram, niyə bu gün deyil? Mən namaz qılıram, niyə xəstəyəm? Mən namaz qılıram, niyə kasibəm? Mən namaz qılıram, niyə beləyəm? Mən namaz qılıram, niyə eləyəm? Bu təslimin içində 1000 dənə cilayəsi var. Ona görə deyirlər, təslim və razılıq. Bu ikisi baravar olmalıdır. Təslim olasan və razı qalasan. Bu halına razı qalasan. Bu hala razı qalmadan təslim olsan, bu təslim mərifətsiz təslimdir.